Space xəbərə baxırsınız. Paytaxtın Qaradağ rayonunda dəhşətli hadisə baş verib. İddialara görə 45 yaşlı kişi həyat yoldaşına qeyri-etik mesaj yazan tanışını avtomobillə vuraraq öldürüb. Dedi getməsən vuracam səni. O da getmədi, istiqamanına vurdu. Qətl hadisəsi Qobustan qəsəbəsində fərdi evlərdən birinin qarşısında baş verib. İddialara görə 45 yaşlı Asif Nağıyev tanışı 43 yaşlı Azər Şahmuradovu öz şəxsi avtomobili ilə öldürmək məqsədi ilə vurub. Daha sonra bir neçə dəfə avtomobillə onun üzərindən keçib. Qətl hadisəsi Azər Şahverdiyevin yaşadığı evin qarşısında bu ünvanda baş verib. Məlumata görə Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə bu evin qarşısına gələrək elə aralarında əvvəlcədən yaranmış mübahisə aydınlıq gətirmək üçün avtomobili Azər Şahverdiyevin üzərinə sürür və nəticədə o avtomobilin altında qalaraq dünyasını dəyişir. İddialara görə tərəflər arasında əvvəlcədə dəfələrlə münaqişə yaşanıb. Hadisədən sonra ağır bədən xəsarətləri alan yaralı paytaxt xəstəxanalarından birinə çatdırılsa da gec olub. Qətli törətməkdə şübhəli bilinən Asif Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisədə biz eşidib gəlmişik bir əmi kimi. Demişəm ki, maşınla hadisə törədilib. Elə hadisə yerində ölmüşdü. Hadisə yerində də ölməyib, yox, aparıb balnisiyada işləmişəm, balnisiyada. Azər Şahmuradovun ailə üzvləri mərhumun hansı səbəbə öldürülməsi ilə bağlı verilən heç bir sualı cavablandırmadılar. Hətta Asif Nağıyevdən şikayətçi olmayacaqlarını da dedilər. Mən qıraqçı bir adam. Asif Nağıyev Azər Şahverdiyevi qəsəbəni tərk etmək xəbərdarlığı etmişmiş. Səbəb isə aralarında uzun müddətli yaşanan ədavət olub. O qəsəbəni tərk etmədiyi üçün Asif Nağıyev Azəri öldürmək qərarına gəlib. Onu da bildirək ki, onlar həm yaxın dost, həm də yaxın qonşu olublar. Hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyevin qardaşı qətlin uzun müddətdir davam edən şəxsi ədavət üstündə törədildiyini təsdiqlədi. Bəs həqiqətən Asifi bu cinayəti törətməyə vadar edən onun yoldaşına yazılan qeyri-etik mesajlar olub? Belə də olmalıydı. Vaxt qoymuşdu Azərə. Hə, demişdi ki, çıx get buradan. O demiş, çıxıb gedəcəm, getmədi. Hazırda söz gedən faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Qətlin dəqiq təfərrüatları istintaqın sonunda məlum olacaq. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.